Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində Məlik Aslanov küçəsindən hardasa bir 350 metr məsafədə və yaxud DSK yolundan 350 metr məsafədə binaların yaxınlığında, yəni yeni tikilmiş binaların yaxınlığında binaları da sizə göstərirəm. Buyurun, baxın. Düz onun yaxınlığında marşrut da o gördüyünüz kimi o hissədən keçir. O yol bax gələcək, bax buradan gəlib yol asfaltlanacaq, gələcək, bura düşəcək. Daxil oluruq evin həyətinə. 3 otaqlı evdir. Oradasa ümumi torpaq sahəsi bir sot yarımdan yuxarı sahədir. Ev 3 otaqdan ibarətdir, kürsülüdür, 7 daş kürsüdən ibarətdir. Tam təmirlidir ev. Üzünün evin üst tərəfdən, fasad tərəfdən emulsiyası qalıb, hasar da emulsiyalanacaq ev sahibi tərəfindən. Bu hissədə padvala giriş hissəsidir, yəni zirzəmiyə giriş hissəsidir. Kombi aparatı burada yerləşəcək. Zirzəmiyə bu hissədən də giriş var, gördüyünüz kimi zirzəmisi də qurudur. Pləkanlar mərmərdən üzlənib. Eyvan hissədən də həyətə baxış keçidirik. Buyurun, baxın. Daxil oluruq evin içərisinə. Ev tam təmirlidir, təmirdən sonra heç kim yaşamayıb. Evin dəhliz hissəsində və bu hissədə, yəni ki, dəhlizin bu hissəsində giriş qapısının, buradan giriş qapısının dəhliz hissəsində və sanitar boşluqda istipol var. Hamam tualetin divarları hamısı bahalı qapı metallarla üzlənib. Dəhlizə buradan baxış keçidir, gördüyünüz kimi tam təmirlidir. Divarlar bahalı aboyla üzlənib. Bu hissədə paltar asmaq üçün şkaf yeri yığılıb. Buyurun, baxın. Gördüyünüz kimi şkaf yeridir. Döşəmə hissəsi laminatdır. Qapılar, bahalı qapılar quraşdırılıb. Daxil oluruq yataq otağına. Gördüyünüz kimi pəncərə də çox genişdir. Buradan binalar da görünür. Yeni tikilmiş binalar. İstilik xəttlərə çəkilib, hazır vəziyyətdədir. Həyəti də buradan baxış keçiririk. Buyurun, baxın. Çıxırıq dəhlizə. Dəhliz də çox uzundur. Hardasa 9-10 metr uzunluğu var. Daxil oluruq digər bir yataq otağına. Gördüyünüz kimi boylar bahalı boylardır. Hər tərəfə cütdaşdır. Buradan başqa evlə arası hardasa 2 metrdən yuxarıdır məsafə. Və dəhlizin sonunda, yəni giriş qapısının üzbəüz bu tərəfə gələndə mətbəx studiya var. Gördüyünüz kimi bura mətbəx studiyadır, yəni qonaq otağı və baş hissədə, qonaq otağının baş hissəsində gördüyünüz kimi bura qonaq otağıdır. Baş hissəsində bu hissədə mətbəx də yerləşir. Təxminən ölçüsü hardasa bir 25-27 kvadrat olar. Pəncərələr də gördüyünüz kimi qarşısında heç bir maneə kəsmir. 2 dənə pəncərəsi var. Bir daha təkrarlayım, ev yerləşir Biləcəri qəsəbəsində, Məlik Aslanov hissəsində 170, 92, 91 nömrəli marşrutlara yaxın bir ərazidə 3 otaqdan ibarətdir. Tam təmirli evdir. Bu hissədə də naves var gördüyünüz kimi. Bu evin ilkin qiyməti 69.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Su sayğacı, qaz, işıq hamısı qaydasında, yəni alqı-satqıya hazır vəziyyətdədir. Çox sağ olun, təşəkkürlər izlədiyinizə görə.